Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. 2 həftə dəftəli açılım çəkə bilmirdim bəzi səbəblərə görə, amma bu həftə çəkirəm sizin üçün. 19 və 26 may tarixlərində bizi nə gözləyir? Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin. Sizə heç bir halda enerji ötürmürəm. Və gəlin baxaq görək bu həftə nə olacaq? Birinci variant, ikinci variant və üçüncü variant. Hansı dəstəylə daha çox uyumlanırsınızsa onu da seçin. Üzərinə bir şey qoymayacağım. Artıq izləyənlər çoxdan izləyənlərdir, təzə abunəçilər deyirlər və bilirlər ki, mən kartları qoyanda siz hiss eləməlisiniz ki, hansı variantı seçməlisiniz. Kim üçün vaxt azca videonu saxlaya da bilərsiniz. Başlayaq birinci variantdan. Gəlin baxaq görək. 19 və 26 may tarixlərində nə olacaq? Nə görünür? Belə deyim, əgər işləyirsinizsə, biraz üçüncü şəxslərdən ehtiyatlı olun. Biraz ayağınızın altın qazan var elə. Əgər işləmirsinizsə, yenə də, yəni işləməyinizi istəməyən bəzi insanlar ola bilər. Bir də ki, burada mən nə görürəm? Sevdiyiniz insanla əgər bir yerdəsinizsə, üçüncü şəxs enerjisi ola bilər ortada və yaxud da ola bilsin ki, bilirsiniz, bu yoldaş faktoru da ola bilər. Ayrısınızsa, bu insan sizə xəyanət edir. Yəni, qızlar, nə görürəmsə onu deyirəm. Hər dəfə yaxşı şeylər desəm, zaten marağı olmaz. Burada belə bir şey görürəm ki, düzdür, adamın vicdanən biraz peşmançılıqlarını da görürəm. Amma ümumiyyətlə burada bir xəyanət, yalan, güvənsizlik deyə bir şeylər var. Yəni bunu hiss eləyirsiniz bəlkə də siz. Adamın əli qolu biraz bağlıdır. Yenə deyirəm, bu üçüncü şəxsdən dolayı ola bilər. Əgər bir yerdəsinizsə, ehtiyatlı olun, belə bir şeylər başınıza gələ bilər. Adamın xəyanətini, yalanını, nəsə bir güvənsiz hərəkətini tutub da uzaqlaşa bilərsiniz o insandan və yaxud da ki, o insan sizdən uzaqlaşa bilər. Biraz içdən içə peşmançılıqları olacaq, amma burada addım kimi bir şey görmürəm. Biz bir həftəlik bir müddətə baxırıq. İş gözləyənlər varsa, iş təklifi və yaxud da ki, işləmək istəyənlər varsa, bu həftə üçün sizə uğurlu görmürəm. Yəni sizin üçün burada uğurlu bir şans yoxdur. İşləyənlər varsa, dediyim kimi ehtiyatlı olur üçüncü şəxslərdən. Belə. Birinci variant xoşuma gəlmədi, amma olsun. Biz neynəməli bilirik ki, nədir, nə deyil. Yəni burada durum yalandan neysə deyim. Sevmirəm elə şeyləri. İkinci variantı seçənlər. Gəlin baxaq sizdə nə görünür. Ani bir qərarla harasa yola çıxa bilərsiniz siz. Yol görünür sizə. Ola bilsin həftənin bazar günü də ola bilər ki, harasa ya qonaq dəvət oluna bilərsiniz və yaxud da ki, siz rayona gedə bilərsiniz. Yəni gözləmədiyiniz bir anda, gözləmədiyiniz bir vaxtda kimsə tərəfindən harasa dəvət oluna bilərsiniz və yaxud da dəvət olunmasaz belə harasa getməyinizi görürəm. İş gözləyənlərimiz varsa, iş təklifi gözləyən, iş axtaranlarımız varsa, iş görünür sizə, iş də belə deyim ki, ümumiyyətlə ikinci variantı seçənlər sizin bu bir həftəlik müddətdə nə baş verəcəksə heç birini gözləməyəcəksiniz. Sevdiyiniz insandan addım görürəm mən burada, onu da gözləmirsiniz, addım olacaq amma. Sonra iş təklifi varsa, kimsə sizə iş təklifi eləyibsə, bunun cavabını ala bilərsiniz. Yenə də gözləmədiyiniz bir anda. Biraz maddi tərəfdən sıxıntılara düşə bilərsiniz. Ya harasa gedərəkdən sıxıntıya düşə bilərsiniz və yaxud da nəsə alaraqdan sıxıntıya düşə bilərsiniz. Biraz maddi cəhətdən, çünki sizə sıxıntılı görürəm mən burada. Yenə deyirəm, sevdiyiniz insandan ayrısınızsa, sizə ehtiyacı olduğunu görürəm, sizi çox istədiyini görürəm, sizin üçün darıxdığını görürəm və gözləmədiyiniz bir anda bu insandan sizə addım gələcək, addım olacaq.
imtahandır, işdir. Bunlar yəni yenə də öz yolunda yaxşı keçəcək, yaxşı gedəcək. Əgər imtahanı verənlərimiz varsa, yenə də nə eləmisinizsə, nə bal yığmısınızsa, bunu elə bir gözləmirsiniz. Çünki ikinci variant seçənləri yenə təkrar eləyirəm. Nə baş verəcəksə həyatınızda heç birini gözləməyəcəksiniz. Yəni gözləmədiyiniz bir anda baş verəcək. Bir də ki, qısqanılırsınız. Kimsə tərəfindən qısqanılırsınız. İkinci variant da belə getdi. Baxaq, üçüncü variant. Görək sizi nə gözləyir. Baxın, belə bir şey deyim. Ani bir qərar verə bilərsiniz. Biraz oturmuş xaraktersiniz, biraz sözünü deyən, sözün üstündə duran bir xaraktersiniz. Bəzi qərarlar verə bilərsiniz. Çünki mən burada sizin bəzi qərarlar verdiyinizi görürəm və bəziləriniz arxanızı çönüb gedə bilərsiniz. Bu işdə də ola bilər, sevgi həyatında da ola bilər, ailədə də ola bilər. Biraz elə bir qarışıqlığa düşəcəksiniz. Ani qərar verəcəksiniz və bu qərardan sonra bir müddət həmin o yerdən çıxıb gedəcəksiniz. Amma sonrası nə olacaq? İnşallah ki, yaxşı olar. Mən burada sizi güclü xarakter kimi görürəm. İş gözləyənlərimiz varsa, iş təklifi təəssüflər ki, görmürəm. İşləyirsinizsə işinizdə möhkəm tutursunuz, möhkəm yapışırsınız. Zaten mən sizə öz ayaqları üzərində, nə qədər işləsəz də, işləməsəz də öz ayaqları üzərində durmağı bacaran bir insan kimi görürəm. Amma bəzi hallarda da bəzi qərarlar verəcəksiniz, bəzi necə deyim, yəni olduğunuz vəziyyətdən xoşbəxt deyilsiniz. Bəzi qərarlar verib yolunuza davam edə bilərsiniz. Münasibətdə də ola bilər, iş yerində də bəlkə də ola bilər ki, sizə xoş gəlməyən bəzi şeylər var. Öz sözünüzü deyəcəksiniz. Deməyi də bacarırsınız. Yəni bu sizdə var, eləyə bilərsiniz. Xoşuma gəlmədi əslində bu həftəlik açılım, amma yenə də paylaşacağım. Çünki hər dəfə yaxşı şeylər demək olmur. Çünki həyatımız hər dəfə yaxşı keçmir. Bəzi həftələrimiz olur ki, biz çox üzülürük, bəzi həftələrimiz olur ki, biz çox sevinirik. Burada isə mən belə bir şeylər gördüm. Belə. İnşallah ki, gələn həftə içində çəkəcəm, onda daha yaxşı olar. Bundan əvvəl çəkdiyimdə məncə üçündə də yaxşı çıxmışdı, amma burada üçü də məni qane eləmədi. Biraz ola bilsin ki, enerjiniz aşağı olsun, ola bilsin ki, bəzi sıxıntılarınız var deyə kartlarınız da yaxşı çıxmır. Çünki mən bilirəm ki, siz məni izləməyə gəlirsinizsə, çox diqqətlə izləyirsiniz və bütün fikrinizi də bura verirsiniz. Alma vermə tarazlığı da budur qızlar. Siz enerjinizi yüksək tutun ki, kartlara da yansısın. Belə. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Öpürəm sizi.